Hər kəsə salam, kanalımın dəyərli xanımları. Yenə vloqu gecikdirmişəm, fərqindəyəm. Hətta bu vloqu bir neçə gün öncə çəkmişəm. Montaj edib səs yazıb paylaşmağı isə bu gün edib bitirmişəm. Bilmirəm niyə belədir. Vloqu çəkirəm, hazır olur. Amma ki, üzərinə səs yazmağa ərinirəm. Deyəcəksiniz ki, sonradan səsi yazma, elə vloqu çəkərkən danış. Amma elə kadrlar olur ki, məsələn, burada ət çəkirəm. Maşınkanın da səsi çox gəlir deyənə üzərinə səs yazmağa məcbur oluram. Və çox vaxt elə olur ki, uşaqlar televizorda mahnıya polnu xod verir. Özləri üçün oynayır. Mən də onları narahat etmək istəmirəm. Düşünürəm ki, onlar oynasın, mən də vloqun üzərinə səs yazaram. Televizorunda xodunu aldırsam, mən özüm danışsam, bu zamanda uşaq imkan verməyəcək. Burada səbəblərə görə də hələlik məcbur oluram ki, vloqun üzərindən sonradan səs yazım. Və xanımlar, bugünkü menyuda küftə var. Təəssüflər olsun ki, qızım küftəni elə də çox yemir. Tək Tamerlan və mən yeyirəm. Küftəni tutarkən də əti yaxşı-yaxşı bir-birinə çırpıram ki, ət bir-birinə yaxşı keçsin, küftələr parçalanmasın. Soğanın da suyunu yaxşıca süzmüşəm, sonra da sıxıb ətə əlavə eləmişəm ki, ətin canında qətiyyən su olmasın, bişərkən də küftələr dağılmasın. Küftələr 11 ədəd oldu. Qalan əti də şarik formasında küftələr elədim ki, növbəti dəfə sup bişirəndə əlavə edərəm. Yadınıza gəlir, bundan öncəki vloqda sümük qaynatmışdım, ilikli sümüklər. Həmən ilikli sümüyün bulyonunda küftələri bişirirəm. Əgər bu bulyonum olmasaydı, öncədən əlavə qazanda sümük qaynadıb, sonra küftələri orada bişirəcəkdim. Biz bakılılar küftəni bu üsulla bişiririk. Demək xanımlar, ətdən biraz yarımçıq qaldı. Bunların üzərini belə unladım ki, bir-birinə yapışmasın. Bunları da göndərirəm marazinika. Növbəti dəfə hansı supu bişirsəm, bu xırda küftələri əlavə edəcəm supa. Bu birisi küftələr üçünsə bulyonu qoymuşam qaynasın. Su qaynayandan sonra küftələri əlavə edəcəm qazana. Burada isə küftələri dadlandırmaq üçün sosunu düzəldirəm.
insan baxır, elə düşünür ki, mən yeməyə bir-birinin ardıca tərəvəzləri əlavə edirəm. Amma ki, əslində belə olmur. Gördüyünüz kimi küftələr bişib, artıq suyun üzərinə çıxıb. Ondan sonra kartoşkanı əlavə edirəm. Amma eşidirəm ki, yaxınlarımdan deyən olur ki, yeməyə bir-birinin ardıca tərəvəzləri əlavə edirsən. Təbii ki, bu belə olmur. Mən kadrı stop edirəm, gözləyirəm ki, bişsin, sonra digərlərini əlavə edirəm. Amma bəzi insanlar var ki, elə düşünür ki, burada hər şeyi bir-birinə qatıb bişirirəm. Təbii ki, bu belə deyil. Hər yeməyi özünə uyğun bişirirəm. Sadəcə olaraq o prosesin hamısını mən sizin üçün çəksəm, o zaman da vloq 2-3 saatlıq olar. Və xanımlar, yemək artıq bişdi. Gördüyünüz kimi qazana kartoşkanı əlavə edən kimi indi çəkirəm ki, yemək yeyim. Ən azından bu cür kadrlara baxanda bir çox insan anlamalı idi ki, hər tərəvəz qazana əlavə olunandan sonra kadr kəsilir. Hətta mən sizə bir mövzu danışmaq istəyirəm. Demək xanımlar, bir insan var, mənim çox yaxınımın tanışıdır və mənim vloqlarıma ailəlicə baxırlar. Deməli, mənim yaxınım olan kəsə deyir ki, qızın vloqlarına baxıram, yaxşı yığışdırır, həm də ki, təmizkar qızdır. Amma bilmək istəyirəm ki, evlərə iş görməyə neçəyə gedir? Bir otağı neçəyə yığışdırır? İş görməkdən yaxşı pul qazanırmı? Həmən insan da Əmircanda qalır və hətta deyib ki, bizim evə yığışdırmağa gələr. Mən bunu eşidəndə şoka düşdüm. Nə deyəcəyimi bilmədim. Yəni doğrudanmı insanlar evlərini yığışdırmır? Evini yığışdıran insana da bu onun işiymiş kimi baxır. Ya da xanımlar, mən artıq yeməyi bişirdim, yedik, indi isə Leylanı aparıram məktəbə. Dediyim kimi bu vloq bir neçə gün öncə çəkilib. Yəni ki, xanımlar, mən belə insanlara cahil kimi baxıram. Vloqlara baxıb gedişatdan bunu nəticə çıxardıbsa, belə insanlara deyiləsi söz tapa bilmirəm. Bu mövzu üzərində də əslində danışardım, amma danışmağa ehtiyat da edirəm. Çünki insanlar məni yanlış anlayar deyə ehtiyat da edirəm. Yalnız bunu demək istəyirəm ki, əgər məni izləyənlər arasında bu cür düşünənlər varsa, buradan demək istəyirəm ki, mən qətiyyən işləmirəm, ev xanımıyam, yalnız uşaqlarıma baxıram. Əslində mən işləmək istəyərəm, amma ki, yoldaşım icazə vermir. Təsəvvür edirsiniz xanımlar, günəşli bir havada Leylanı məktəbə aparmışam. Evə qayıdıb Tamerlanı yatırdandan sonra leysan yağış başladı. Bilirəm, yağışlı havada çox insanın həyətini su basır. Buna görə çox məyus oluram. Amma mənim üçün yağışın digər gözəl tərəfi var. Yağış torpağa dəyən zaman torpaqdan qalxan qoxu məni valeh edir. Həddindən artıq çox sevirəm torpaqla oynamağı. Torpaqla oynayanda o qədər rahat oluram ki, huzur tapıram, özümü xoşbəxt hiss edirəm. Mən ona görə də çox vaxt torpaqla əlcəksiz iş görürəm. Hər kəs də yazır ki, əlcək tax. İnanın ki, əlim torpağa dəyən zaman o qədər mənə xoş gəlir ki, əlcəklə hissiyatsız oluram, o hissi özümə ötürə bilmirəm. Və yağışlı havada, düzdür, bayaqki kimi leysan yox, indi də yağır, amma kamerada görsənmir. Belə yağışın altında narın yağışın o qədər gəzməyi xoşlayıram ki, hər dəfə yağış yağanda mən çıxıram həyətə, həyəti o baş, bu baş gəzirəm, hətta dualar edirəm. Hər zaman elə düşünmüşəm ki, yağış yağanda Allah bizi daha çox eşidir. Çıxıram həyətə, torpağın qoxusunu ala-ala həyətdə gəzirəm, hətta çox vaxt zontik istifadə etmədən gəzirəm. Bugün Leylanı məktəbə götürəcəm deyəndə istəmədim ki, yağış saçımı pozsun. Amma evdə olduğum zaman zontikdan istifadə eləmirəm. İslanıb gəzmək, yağışı hiss eləmək. Bəlkə də deyəcəksiniz ki, nə qəribə insansan, yağışdan qaçır, amma mən yağışı xoşlayıram. Dediyim kimi, yağış torpağa dəyən zaman torpaqdan çıxan o qoxu məni valeh edir. Və xanımlar, burada cövhərnanə əkirəm. Biraz yağış torpağı isladı. Anamın iş yoldaşı göndərib cövhərnanəni mənə. Buradan da ona çox sağ ol deyirəm. Nanələrimi əkdim, həyətə baxıram, gələcək planları fikirləşirəm. Həyətdə görüləsi o qədər iş var ki, sadəcə olaraq olmayanı danışmağı qətiyyən xoşlamıram. Haçan ki, ağlımdakı plana yaxınlaşırıq, onu icra etməyə başlayırıq, o zaman hər kəsə danışa bilirəm. Xeyli gəzdim, xeyli fikirləşdim, hətta kadrı stop edib, xeyli əyləşib həyətə baxmışam. İnşallah bütün planlarımızı sizinlə bir edəcəyik.
Və xanımlar, həyətdə çox dolaşdım, çox gəzdim, çox fikirləşdim. Bu zaman ərəfəsində kadrı stop eləmişdim. Evə gəldim ki, Tamerlan artıq oyanıb. Həm də ki, vaxt artıq yaxınlaşdı, gedirəm qızımı məktəbdən götürməyə. Görürsüz, hələ də yağış yağır. Amma narın yağır, kamerada tam görünmür. Burada şüşəyə düşür deyənə görsənir. Artıq saat 7-yə qalıb. Yola da ki, 7-yə 5 dəqiqə qalmış çıxır. Artıq məktəbə çatmışam. Biraz evdən gec çıxdığıma görə maşın saxlamağa yer yox idi. Evdən gərək mütləq 7-nin yarısı ən azından çıxasan ki, məktəbin yanında yer olsun. Hər kəs uşağını götürməyə maşınla gəlir deyənə, məktəb çıxışı maşın əlindən tərpənmək olmur. Tamerlan da görürsüz də, bu uşaq bir dəqiqə dinc dayanmır. Gah kondisioneri yandırır, gah faraları yandırır, gah lüka çıxır. Uşaq sanki qaynar qazandı. İndi də öyrənib maşını xotlayır. Xanımlar, evin gününü gördünüz. Demək, nənə mənim üçün simiçka göndərmişdi. Mən evə simiçka qətiyyən almıram. Səbəbi də ki, Tamerlandır. Simiçka çıtlamağı çox xoşlayıram, amma Tamerlana görə ala bilmirəm. Çünki dağıdır, tökür. Verməyəndə də qiyamət qopur. Mənim xəbərim olmayıb. Nənə mənim üçün simiçka göndərib, çünki bilir ki, simiçkanı xoşlayıram. Hardasa 2 paçka qədər göndərmişdi. Nənə evdə özü qovurur simiçkanı. Təsəvvür edin ki, qaynımın böyük oğlu Tamerlan və Leyla. Üçü birləşib simiçkanı çıtlayıb. Sonra da bir-birlərini atıblar. Güya ki, oyun oynayırlar. Bu momentdə mən də mətbəxdə qab yuyurdum. Mən də sevinirəm ki, bunlar gülüb danışır, qəşəng oynayırlar. Səsləri gəlirdi deyənə mənə də xoş gəlirdi ki, gülə-gülə oynayırlar. Bir də gördüm ki, qaynımın oğlu gəlib su içməyə mətbəxə. Başına baxıram ki, uşağın başı bütün simiçkadır. Öz-özümə də düşünürəm ki, axı bizim evdə simiçka yoxdur. Sən demə, vəziyyət belə imiş. Nənənin verdiyi simiçka ilə bunlar oyun oynayırlarmış. Belə vəziyyətlərdə ya qışqırıram, ya da tam sakit yanıram. Əgər evdə tək mənim uşaqlarım olsaydı, mütləq ki, qışqırardım üstlərinə. Amma evdə qaynım oğlu da var idi deyənə qışqırmadım, çünki uşaq özünə götürə bilərdi. Mən uşağın psixologiyasını çox yaxşı bilirəm. Ümumiyyətlə, mən heç bir uşağın xətrinə dəymirəm. Nə olur olsun, nə edir eləsin, ürəyini qıracaq heç bir hərəkət eləmirəm. Çünki bilirəm ki, uşaqlar hər mövzunu ağıllarına zaps eləyirlər. Böyüyəndən sonra onu çox net xatırlayırlar. Məsələn, mən özümdən götürürəm ki, bizə uşaq vaxtı kim pislik edibsə, hamısını xatırlayıram və həmən insanların da iç üzünü bilirəm. Bəzən anam tərifləyəndə deyirəm ki, sən təriflədiyin kimi deyil. Uşaq vaxtı bu insan bizə belə edirdi. Sən özün düşün ki, bu insan necə yaxşı ola bilər. Ona görə də mən heç bir uşağın xətrinə dəymirəm. Şəxsən mənim uşaqlığımla bağlı o qədər çox pis xatirələrim var ki, anamın xəbəri olmadan ən yaxın qohumumun bizi ilə pis rəftarı mənim o qədər yaxşı yadımdadır ki, indi anam həmən öz qohumunu tərifləyəndə mən anında deyirəm ki, o insanı mənim yanımda tərifləyə bilməzsən. Çünki bir uşağın xətrinə dəyə bilən insan ola bilməz. Ona görə də xanımlar, bu cür dağıdıb tökməklərdə çalışıram ki, son dərəcə susum. Belə xırda vəziyyətlərə görə uşaqların qəlbinə dəyməyəm.
Xanımlar, bir dəfə bir xanım mənə yazmışdı ki, eyni dəsmalla hər yeri silirsən, amma əlimə diqqət eləsəz görərsiniz ki, dəsmallar fərqlidir. Mənim dəsmallarımın çoxusu eyni rəngi olsa da, çalışıram ki, vloq çəkəndə rəngləri fərqli edim ki, insanlar bu cür yanlış anlamasınlar. Əsla belə biri deyiləm ki, yer dəsmalını stola vurum, stol dəsmalını da yerə. Ən azından məni ən yaxından tanıyanlar bunu çox yaxşı bilir. Düzdür, elə insanlar var, stol dəsmalı ilə yeri silən ki, mən bunları görmüşəm. Demək, bir gün bundan öncə mən bir evə getmişdim. Məcbur idim, çünki qonaq var idi. Mən buna gözümlə bir daha şahid oldum. Stol dəsmalının çirki məni məndən aldı. İnanın ki, xanımlar, o evdən qayıdandan sonra öz evimizə, evin yağından, çirkindən, stol dəsmallarının yağından mən özümə gələ bilmirdim. Düşünürdüm ki, bu insanlar necə bu cür yaşaya bilər? İndi düşünün ki, mən o evin çirkindən gözümə yuxu getməyən insan bir dəsmalla hər yeri silə bilərəmmi? Lap vloqda görsəz belə dəsmalım eyni rəngdədir. Əmin olun ki, əlimdə fərqli dəsmallar olur. Çünki mənim hər yerə aid fərqli dəsmallarım var. Bunu köhnə kanalımdan məni izləyən xanımlar daha yaxşı bilir. Xanımlar, biraz sizə o evdən danışım. Onsuz da Plisosun səsinə görə vloqun səsini almışam. Burada söhbət eləmək lazımdır. Bayaq danışdığım evdə olandan sonra evə gəlib Allaha o qədər yalvarmışam ki, mənə elə bir gəlin qismət elə ki, təmizkar olsun. Əgər təmizkar olmayacaqsa, heç olmasa ruzi yetir, evini ayıra bilim. Demək, xanımlar, həmən evdə 2 gəlin yaşayır. Ev yəsinə kömək eləyirdim yemək bişirməkdə. Peçə yaxınlaşanda şok keçirtdim. Hələ də onun şokundayam ki, evdə 2 gəlin ola-ola. Peç də ki, yeni alınmış peç idi. Necə ola bilər ki, bu cür vəziyyətdə olsun? Nəinki peç, divarların yağı, yağın üzərinə preslənmiş tozlar. Hələ də o evi fikirləşirəm ki, insanlar bu cür çirkli yerdə necə yaşaya bilər? Gördüyünüz kimi bizim ev adi sıradan bir evdir. Balaca, remontu çox yüngül. Bizim evdə şkarnı heç nə yoxdur. Amma ev o qədər təmiz olur ki, təmiz olan evdə də hüzur olur. Evimiz balaca olsa da, evdə istədiyim kimi remont olmasa da, amma istədiyim kimi təmizliyi edə bilirəm. Mən bilirəm ki, yeni gəlinlərdən və təmizliyi sevməyən gəlinlərdən mənə neqativ rəylər yazanlar çox olacaq. Eybi yoxdur, qoy olsun. Əgər neqativ rəy olacaqsa, oxuyan hər kəs də biləcək ki, yazan insan pinti insandır. Yeni gəlinlərdən mən bir dənə bunu qəbul edə bilmirəm ki, çoxsu eyni qaydada deyir ki, mənim uşağım var, çatdıra bilmirəm. Mənim də 2 uşağım var, mən uşaqlara tək baxıram, ataları Moskvadadır. Mənim oğlum da dəhşət nadinc uşaqdır. Bir yerdə dayanmır, dağıdır, tökür. Ona baxmayaraq bizim evdə bir yerdə yağ ola bilməz. Həmən evi görəndən sonra bu cür danışmağa qərara gəlmişəm ki, heç kəs gərək uşağını bəhanə eləməsin. Mənim də 2 uşağım var, bu gördüyünüz divarın aboyunu özüm dəyişmişəm. Düzdür, bu divarı yoldaşımın köməkliyi ilə eləsəm də, amma yoldaşım olmayanda da edirəm. Vlog köhnə kanalımda getsə də, buza gəlirsə keçən il Tamerlan hələ balaca idi. Mən bayırdan evin divarın və hasarın divarının emulsiyasını özüm çəkmişdim. Deməyim odur ki, xanımlar, evini yığışdırmaq üçün heç bir xanım uşağını bəhanə eləməməlidir. Şəxsən mən özümdən götürürəm ki, həmən evə gedib gələndən sonra o qədər özümə gəlməmişəm ki, bunu vloqa da daxil eləmişəm. Təmizlik imandandır. Kim ki evini təmiz saxlayırsa, həmən insan evində öz ruhunu əks elətdirir. Birinin evinə gedəndə evi nə vəziyyətdədirsə, söhbət puldan getmir, lüks remontdan getmir. Burada söhbət təmizlikdən gedir ki, bir insanın evi, evin yəsini əks elətdirir. Bir gün bir xanım mənə yazmışdı ki, nənələr kimi danışırsan. Elə danışırsan ki, elə bir 80 yaşım var. Xanımlar, bu cür rəy yazanlar var. O saat bilindirir ki, xanım necə xanımdır və mənim mövzumda bu cür xanımlardan gedir. Cür danışan xanımlar da mənim kimi danışan insanı qəbul eləmir. Və xanımlar, artıq evi yığışdırmışam. Bütün evi yığışdırmağı siz üçün çəkmədim. Paltarları da atdım ki, yusun. Çayımı da süzdüm ki, çıxım həyətə. İçə-içə həyətə baxım, biraz da dincəlim. Sonra qalan işlərimə davam edim. Çayım da ki, Məkkə gülüdür. Bunu mənə bir izləyicim yazmışdı. Arıqlamaq üçün indidən Məkkə gülünü sınayıram. Məkkəgülüm dəmlənənə kimi səhər sərdiyim paltarları yığıram və gözləyəcəm ki, maşınkada olanlar yulsun, təzədən onları alsam. Bizim evdə paltar döngüsü bitmir ki, bitmir. Səhər, axşam maşınka işləyir.
xanımlar, yadınıza gəlir bu evin önündə 1-2 dənə güllər əkmişdim. O güllərin hamısını ləğv elədim, köçürtdüm aşağı. Çünki səbəbim var. İnşallah növbəti vloqlarda səbəbini deyərəm. Həm də ki, vloqların birində də sizə demişdim. Əvvəllər bu evin qabağında o qədər gözəl güllərim var idi ki, yarımçıq yeri də betonlatdırmamışdıq ki, ora güllər əkəm. Sonra gördüm ki, gülləri suladıqca torpaq çökdü aşağı və betonu çökdürdü. Ona görə də o güllərin hamısını ləğv eləmişdim. Bir neçə ilə isə bu evin qabağını tam etələtdirmək istəyirik deyənə, düşünürəm ki, bu güllərin burada olmağının heç yeri də yoxdur. Bu da bir səbəbdir ki, gülləri aşağı əkdim. Buradan da götürdüyüm torpaq elə belə torpaq deyil. Kərpicə doldurduğum torpaq torf idi. Aparıram ki, aşağıda əkdiyim güllərə istifadə edim.
Baxın xanımlar, bu hissəni tamamilə təmizlədim. Burada olan bütün gülləri aparıb həyətdə əkdim. Həm divarı emulsiyalamaq da mənə rahat olacaq, həm də ki, yayda buradakı gülləri sulamaq onsuz da çətin idi. Çünki yayda su az-az gəlir, şlanqı yuxarı dartanda da su demək olar ki, yox dərəcəsində olur. Həyəti başdan ayağa təmiz-təmiz yudum. Bir dənə gözləyirəm ki, havalar isinsin, evdəki xalçaları da yuyum. Xalçaları da yusaydım, rahat olardı. Evi, həyəti təmiz yuyub yığışdırandan sonra çıxıb ya kofe, ya çay içəndə o qədər xoş gəlir ki mənə. Gördüyünüz kimi xanımlar, kaçeli də qırılıb. İpi əslində tros idi, amma istifadədə düz 6 il idi. Yəqin ki, gün çürüdüb, qırıldı. Mən də götürdüm, qoydum kaladovkaya ki, xalçaları yuyaram, dəmirin üzərində qurudaram, sonra kaçelini salarıq. Evdə də marojna var idi, oazis idi. Bu arada ən sevdiyim marojna Belly Noche idi. Bu marojnanı indi tapa bilmirəm, onu oazis əvəz edir. Belly Noche-un dadı mənə uşaqlığımı xatırladır. Xanımlar, yenə bir xahişim var. Kanalıma abunə olub bəyənməyi unutmayın ki, mən də həvəsə gəlim siz üçün yeni vloqlar çəkim. Bəyənməyi də unutmayın ki, YouTube mənim kanalımı başqalarına da önərsin. Axıra kimi baxmısınızsa təşəkkür edirəm. Yazdığınız bütün xoş sözlərə görə ayrıca təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.